Salam, axşamınız xeyir olsun dəyərli şagirdlər. Bugün paylaşdığımız sual belə ki, A-nın hansı natural qiymətində verilmiş bərabərlik doğru olar? E, yəni burada baxırıq. Biz bilirik ki, yəni bu tangens alfa vurulsun kotangens alfa nəyə bərabərdir? 1-ə bərabərdir. Trigonometriyanın əsas eyniliklərindəndir. Yəni bunun hardan gəldiyini yəni hər birimiz bilir. Yəni çox sadə açılışı var. Yəni mənə elə gəlir bunun açılışını yazmaya ehtiyac yoxdur. Nə vaxt bir-birinə bərabər arqumentlər bir-birinə bərabər olduqda hasil bərabər. Yəni o deməkdir ki, bu arqumentlə, yəni tangensin arqumentlə kotangensin arqumenti bir-birinə bərabərdir. Bu nə deməkdir? 3a-nın kvadratı çıxaq 5a üstə gələk 3 bərabər nə? Kotangensin arqumentinə 2a kvadratı çıxaq 4a üstə ilə nə? 9-a bərabərdir. 9-a. Gəlin bir tərəfə keçirdək hamısını. Bir tərəfə keçirdikdə 3a kvadrat çıxaq 2a kvadrat olacaq nə? A kvadrat. Bir də həmini yazıram. Nə də uzun-uzadı yazmaq istəmirəm. 4a-nı sol tərəfə keçirdikdə olacaq nə? Çıxaq a olacaq. 9-a yenə sola keçirdikdə olacaq nə? Çıxaq 6 bərabərdir 0-a. Viyet teoreminə görə bilirik ki, çevrilmiş kvadrat tənlikdir. Viyet teoremindən istifadə edərək daha tez yazmağa çalışacaq. Cəmi 1-ə bərabər olan, hasil isə -6-ya bərabər olan ədədlər nədir uşaqlar? Uşaqlar təbii ki, olacaq nə? 3. O birisi nə olacaq? O birisi olacaq -2. Düzdürmü uşaqlar? Bəli, mənim düzdür. 3, yəni kökələr olduğunda 3 -2. Bizə deyir ki, A-nın hansı natural qiymətində bərabər? A-nın 3-ə bərabər olan natural qiymətində verilmiş trigonometrik eynilik doğru olar. Düzdürmü? Düzdür. Cavab nə oldu? Cavab oldu C bəndi. İnanıram ki, hamıya aydın oldu. Sağ olun, gecəniz xeyrə.